Hoş gelmişsiniz. Azersel'in son zamanlar qiymət artırması xalqımızda böyük narazılığa səbəb olmuşdur. Həyat şərtlərinin çox çətin olduğu, maaş və pensiyaların az olduğu ölkədə keyfiyyətsiz xidmət və yüksək qiymət siyasəti şüarı ilə hərəkət etməsi ölkənin dərin monopoliya, korrupsiya böhranı içində çabaladığını göstərir. Vəziyyətdən çıxış yol görməyən xalq xaotik şəkildə bu qudurğan siyasəti və rabitə monopolistlərini boykota çağırır. Rabitə şirkətlərinin xalqın səsini dinləməməsi göstərişin ən yüksək pillədən gəldiyini sübut edir. İşsizlik və sosial fəlakətin yaşandığı ölkədə hər gün qiymətlərin artması, yaşayış şərtlərinin ağırlaşması insanları bezdirir. Azərselin 1 manat bir gün siyasəti hakimiyyətin acgözlüyünü və yoxsulluğa düçar etdiyi xalqın problemlərini vecinə almamasının göstəricisidir. Son çarə olaraq problemlərin həlli üçün xalqın dirənişi qaçılmazdır. Müqavimət görməyən quldur soymağa davam edəcəkdir. Quldurların xalqımızı soymaması üçün etiraz səsimizi qaldırmalıyıq. Ölkədəki bir çox problem xalqın susqunluğunun nəticəsidir. Mübarizə aparmayan xalq yaxşı yaşaya bilməz. Övladlarının gələcəyini düşünən hər kəs harın və qudurğan bir cümlənin filminə səssiz qalmalıdır. Boykota başladıq və davam edirik. Qiymət artıran cinayətkarlar cəzasız qalmamalıdır. Dünyada bu cür özbaşınalıqlara qarşı tətbiq edilən məhkəmə cəzaları və sanksiya nümunələri mövcuddur. Diktaturalarda isə quldurlar cəza almır. Quldurlar yalnız xalqın gücü qədər cəza ala bilir. Qiymət artıranlara qarşı barışmaz olun. Səssiz qalmayın. 300-400 manatlıq Afrika maaşları ilə xalqı Amerika həyat səviyyəsinə görə sormağa çalışanlara boykot elan edin. Nəticə uğurlu olacaq. Bundan əmin olun. Əgər siz də narazısınızsa bizə qoşulun, bu lazımdır. Şərhlərə boykot yazmağı unutmayın.